Biz həmişə nə üçün gözləyirik? Daha yaxşı bir gün, daha uyğun bir vaxt ya da bəlkə heç gəlməyəcək bir fürsət üçün. Nə üçün həyatda hər şeyin cavabını axtarırıq, amma öz suallarımıza heç vaxt qulaq asmırıq? Bizi narahat edən şeylər həqiqətən baş verənlərdir, yoxsa beynimizdə qurduğumuz ehtimallar? Sizcə, niyə insanlar xoşbəxtliyi uzaqda axtarır, amma əlinin altındakını görmür? Onsuz da vaxtım var da, deyərək nə qədər şeydən imtina edirik. Bəs əslində vaxtımız varmı? İnsanlar arasında niyə bu qədər uzaq məsafələr var? Halbuki bir neçə addım bizi birləşdirə bilər. Sözlər niyə bu qədər güclüdür, amma onları düzgün seçmək bu qədər çətindir? Bizi biz eləyən şeylər kimlərinsə gözündəki imicimizdir, yoxsa heç kimin bilmədiyi düşüncələrimiz? Düşünmüsünüzmü? Niyə hər şeyin sonunu bilmək istəyirik? Və əgər bilsək, bu bizi xoşbəxt eləyər? Əslində xoşbəxtlik nədir? Əldə etdiklərimiz, yoxsa arzularımız? Bəs sevgi? Sevgi azadlıqdır, yoxsa ən gözəl həbs? Bəlkə də ən böyük sual budur. Biz həyatı yaşayırıq, yoxsa sadəcə keçirik?